cəmiyyətdə maarifləndirmək və fərqlilik yaratmaq əslində çoxunun marağındadır. Amma maariflənmək də müəyyən bir yaşdan başlayır. Elə valideynlər var ki, uşaqlarını elə 3-4 yaşından çalışırlar ki, nələrəsə alışdırsınlar və bu da bir qədər erkən yaşdır. Aynur da görüb təcrübəsində belə yaşlar. Bu daha tez baş verir əslində. 2 yaşında sanki doğulandan artıq başlayırlar nələrsə eləmək. Bəzən bu ifadəni tez-tez eşidirəm ki, məktəb yaşına çatan uşaq artıq o qədər yorulur ki, o proseslərdə. Məktəbə getmək istəmir, dərs oxumaq istəmir. İndi bunun yaxşı və pis tərəflərindən danışacağıq, əziz dostlar. Təhsil eksperti Rizvan Fikrətoğlu bizim qonağımızdır. Rizvan bəy, xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Necəsiz, əhvalınız necədir, günə necə başlamışsınız? Çox sağ olun, xoş əhval-ruhiyyə ilə günə başlamışsınız, xüsusən də sizin verilişdə. Çox sağ olun. Təşəkkür edirik. Ümumiyyətlə, təhsil həyatına, belə deyək də, rəsmi olaraq və yaxud qeyri-rəsmi olaraq neçə yaşından başlamaq daha məqsəd uyğun hesab olunur? 3 yaşdan etibarən artıq uşaqların bağça mühiti başlayır. Bəli, artıq onlar, belə deyək də, düz özəl bağçalar daha erkən başlaya bilirlər. Yəni, rəsmi olaraq bağça mühiti, ondan sonra, belə deyək, məktəbə hazırlıq və ibtidai sinif və bu şəkildə başlayır. Əslində, biz dünya praktikasına baxanda elə təxminən eyni yaşdadır. Yəni, 3 yaşdan başlamaq məqbul hesab olunur və o bizdə də həmin təcrübə tətbiq olunur. 3 yaşdan başlamaq məqbuldur. Bəli. Bağçaya getsin normal olaraq, sonra məktəbə getsin. Amma 3 yaşdan bağça ilə yanaşı, repetitorlar yanına getsin, müxtəlif bacarıqları mənimsəməyə artıq 3 yaşından, dil bilgilərindən ki, balaca yaşda öyrənsə daha yaxşı olacaq, bir addım öndə olacaq falan. Bu məsələlərə də münasibətiniz bir təhsil eksperti olaraq maraqlıdır. Bunun fəsadları sonradan nə ola bilər? Ümumiyyətlə, bizdə repetitorluq, belə deyək, müxtəlif istiqamətlərdə şərh olunur. Biz zaten repetitor deyərkən yuxarı siniflərdə 9, 10, 11-ci siniflərdə bizi müəyyən qədər, onun da səbəbi ondan ibarətdir ki, məsələn, biz 11-ci sinifi bitirəndə, belə deyək, bizdə məktəbdə 5-ci, 6-cı sinif dərsləri keçirilmir. Amma Dövlət İmtahan Mərkəzi bizdən həmin sualları soruşduğuna görə, yəni bunu məqbul hesab etmək olar. Amma repetitorluq bundan da əlavə bir, belə deyək, dəb halını alıb. Məsələn, mənim filan kəsin uşağı gedirsə, mənim imkanım ondan daha çoxdur, mənim övladım niyə getməsin? Qonşudan qalma geri prinsipi. Qalma geri prinsipi. Yəni, bu məsələlər də var. Təbii ki, erkən yaşda, xüsusən də bağça yaşlarında biz bunu görürük. Uşaqların, belə deyək, yüklənməsi və yaxud da ki, yüklənmədən də əlavə, belə deyək, əlavə olaraq əlavə materiallarına, məsələn, birinci sinif, hətta uşağın 4 yaşı var, birinci sinif materiallarının. Mənimsiyib artıq. Yəni, bunlar əslində nə qədər müsbət olmağından yanaşı, həm də mənfi. Artıq uşaq birinci sinifə gələndə, belə deyək də, get-gedə uşaq yaşından etibarən bezməyə başlayır. Artıq dərsdən, belə deyək də, yorulur, soyumağa başlayır. Mən adi bir misal çəkim. Elə deyir, adətən insan misali özündən çəkər. Məsələn üçün, mənim öz qardaşım oğlu var. O, kənd mühitində böyüyüb. Nə bağça olub bizdə, nə məktəbə qədər hazırlıq olub. İndi, belə deyək, Abşeranda yaşayırlar. Məsələn, bunlar hər müəllimlər belə deyəndə monitorlar keçirilir. Bu demək ki, uşaq hər dəfə ilk yeri tutur. Nə bu bağça görüb, nə bu repetitor görüb, nə məktəbə hazırlıq görüb. Bilirsiniz, bu bizim belə deyək, uşaqları bu qədər yükləməyimiz, bu qədər üzərlərinə getməyimiz, erkən yaşda əlavə proqram onlara tətbiq etməyimiz əslində onları nə qədər geri salır. Halbuki dediyim kimi, həmin sinifdə hazırlığa gedənlər də var. Amma bu uşaqlardan daha ötədənlər nədir? Yəni, ondan evdə böyük olan bacıları var, onlar məşğul olurlar. Yəni, bir növ ona, belə deyək, uşaq özlüyündə müəyyən qədər sərbəst və sərhədsiz dünya görür. Başqa sözlə desək, amma yenə də kömək eləyən, bax, görürsünüz var. Siz özünüz də vurguladınız ki, fərq eləmir də harada oxuyur, ucqar kəndlərdə də oxuyan şagirdlərimiz var. Hətta MIT-yə qəbul olan bir şagird var idi, Azərbaycanlı şagird. O, cənub bölgəsindən idi, səhv deyə bilərəm ərazindəyik, cənub bölgəsindən. Yəni, başqa sözlə onu demək istəyirəm ki, bu fərq eləmir. Bəzən görürük ki, heç repetitor yanına getməyən, hər hansısa bir ucqar məktəbdə oxuyan şagird ən yüksək nəticəni göstərməyi bacarır. Burada nədən gedir söhbət? Yəni, avtomatik olaraq deyə bilərikmi ki, məsuliyyət şagirdin öz üzərindədir?
Erkən yaşda biz məsuliyyəti nə qədər şagirdin üzərinə qoymamız bir qədər belə deyək də paradoksal anlamda şərh oluna bilər, amma burada şagird qədər və hətta şagirdin daşıdığı məsuliyyətdən 5 yuxarı qədər valideyn məsuliyyəti daşıyır. Biz zaten çox vaxt hər şeyi məktəbdən umuruq, məktəbdən gözləyirik, məktəb etməlidir, amma belə deyək, bu evdən, ailədən başlamalıdır, istiqamət orada verilməlidir. Sən uşağa erkən yaşda nə qədər istiqaməti hansı formada versin, o formada davam eləyəcək. Ona görə çalışırlar da ki, bunu da bilsin, onu da bilsin, bundan da xəbəri olsun, bu dili də bilsin. Bəzən də qorxurlar ki, geri qalar. Geri qalar deyə, bəli. Amma bilirsiniz, yaş kateqoriyası da var. Məsələn, 4 yaşlı uşağın o qədər məlumat bilməsi nə qədər doğru ola bilər və yaxud da o artıq müəyyən yaşa gələndən sonra artıq onun üçün təhsil əhəmiyyət daşınmağa başlayır. Artıq o yorulur, artıq o usanır. Biz təsəvvürən adi indi götürək tutaq ki, 6-cı sinif uşağıdır, 6-cı sinif şagirdin. Təsəvvürün o saat 8-ə, Bakıda adətən 8-ə başlayır dərslər, 8-in yarısı başlayır. O da əslində bir tərəfdən yaxşıdır ki, valideynlər işə gedərkən övladını qoyur və sonra işə qayıdır. Bir tərəfdən o baxımdan yaxşıdır. Düz mənfi tərəfləri də var. 8-dən başlayır, sonra bu 1-də 2-də bunun dərsi bitirir, sonra repetitor yanına gedir, gəlib evdə dərsini hazırlayır. Bəs bu uşağın yatmağı, bəs bu uşağın istirahəti, bəs bunun öz vaxtı, bəli, artıq burada gəlib yuxarı siniflərə çıxanda belə bir ifadə var. Deyir, mənim uşağım ibtidai sinifdə və yaxud 6-7-ci sinifdə yaxşı oxuyurdu. Gəldi 9-11-ci sinifdə zəiflədi, oxuya bilmədi. Birisi onun səbəbi odur ki, o artıq resursları tükəndir. Əlbəttə ki, adi beyin, məsələn üçün, adi kompüterin beyni belə müəyyən yaddaş sahibidir. Düzdür, deyirlər, beyin oxuduqca daha da, amma onun da bir tutumu var. Müəyyən qədər bir məhdudiyyət çərçivəsi olmalıdır. Mümkün deyil nəyisə məhdudiyyət çərçivəsi olması. Amma bunda bir şagirdin bəhanəsi kimi dəyərləndirmək olmazmı? Niyə? Çünki şagirdin başqa bir öhdəliyi də yoxdur axı. Hər hansısa bir işdə işləmək kimi bir öhdəliyi yoxdur, qayğısı yoxdur. Yəni, çox vaxt valideynlər bütün işləri icra edirlər onların əvəzinə və onların üzərinə düşən bir öhdəlik qalır. Çox vaxt eşidirdik də biz bunu, yəni oxumaq. Yəni, bir oxumağı da üzərinə çox görürlərsə, yaxşı, niyə onda? Bəlkə də bizim bu nitqimiz burada müəyyən qədər valideynlər qınaq kimi səslənir, amma əksinə elə deyil. Biz hər valideyn istəyər ki, onun övladı daha yüksək pillədə olsun, daha irəlidə olsun. Məsələn, bu bir dil bilirsə, digəri 3 dil bilsin. Amma yenə deyirəm, bizim burada məqsəd şagirdin zəif oxuması deyil. Şagirdin həddindən çox və müəyyən qədər yaş qrupuna uyğun olmayan tərzə yüklənməsidir. Yəni, məsələn, təsəvvür siz işləyirsiniz və sizin iş rejiminiz 8 yox 16 saatdır və sizin öhdəliyiniz ancaq işləməkdir. Yəni, bu artıq normadan çoxdur. Yəni, biz bunu diqqətə çatdırmalıyıq ki... Bir müddət sonra öz fəsadlarını təbii ki göstərir. Məsələn, bəlkə bugün gənci müəyyən qədər işləyə bilərik, əlavə işlər, amma o 40 yaşdan sonra, 50 yaşdan sonra artıq o öz fəsadını göstərməyə, bu da elədir. Yəni, şagirdi vaxtından əvvəl daha çox yükləmək onun üçün mənfi nəticələrə yol aça bilər. Bir də valideynlərin məsuliyyəti məsələsi dediniz. Valideynlərdə də tələb məsələsi var da. Yəni, bir qonşunun uşağı tutaq ki, bunu elədisə, bacardısa, sənin də uşağın bacaracaq deyə bir şey yoxdur. Çünki insanlar fərqlidir də. Bəlkə bir yeniyetmə bu yükü daşımaq gücünə malikdir, onun beyni bunu qəbul edir. Digəri isə daha həssasdır. Fərdi münasibət olmalıdır da hər bir uşağa qarşı. Mən sizin sualınıza cavablara bir misal üzərindən başlayayım. Hatta biz bunu ixtisas seçimlərində şahidi oluruq. Tutalım, kiminsə bir qohumu və yaxud da kəndçisi, tanışısı, bir məhəllədə, bir binada yaşayan IT ixtisasına qəbul olub və o bitirəndən sonra Almaniya şirkətlərindən işləyir, Alman dili bilir və ayına 10.000 manat pul qazanır bu adam. Yaxşı qazanır, bəli. Və valideyn gəlib, həqiqətən də uşaq, bu valideynin uşağı ondan daha çox balayıb. Amma uşağın istiqaməti IT deyil. Bu adamın IT anlayışı çox zəifdir. Uşaq etiraf edir ki, indi uşaq demək 17 yaşlı yeniyetmədə artıq bu. Bu artıq deyir ki, mən bunu bacara bilmirəm. Yəni, bilirsiniz, kimsə 10.000 manat qazanacaq deyə, o demək deyil ki, sizdə də bu belə olacaq. Yəni, hər insanın müəyyən qədər tutumu və müəyyən qədər istiqaməti var. Hamı eyni istiqamətdə, eyni formanı daşıya bilməz. Bu, həmçinin uşaqlarda da belədir. Yəni, məsələn, qonşudan geri qalma prinsipi çox yanlış bir prinsipdir. Biz hər il imtahanlardan sonra və bu il də şahid olacaq. Mən hər dəfə bu artıq adət anlatır. Uşaqların intihar məsələləri. Yəni, görürsünüz ki, müəyyən qədər bal toplaya bilmir və özünə qəsd eləyir. Bu nədən asılıdır? Bilirsiniz, valideyn desə ki, mən səni qüsurlarınla qəbul edirəm, mən səni
təkcə uğurlar zatən mənimdir. Mən səni neqativlərinlə, mən səni zəifliyinə, bax onda uşaqsa bir motivasiya. Amma biz necə edirik? Bax, mən sənə bu qədər pul tökmüşəm. Mən sənə bu qədər xərc çəkmişəm. Sən də onu geri qaytarmalısan. Sən onu geri oxumağın Geri qaytarmaq bir yana bir qəbul oldu. Yəni də geri qaytarmaq o mənada deyirəm ki, təhsilinlə, uğurunla. Bəli, sən ondan az bal yığmamalısan. Uşaq da görür ki, həqiqətən də indi imtahandır, ola bilər bir illik uşaqdır, imtahan situasiyası başqadır, hətta hər il düşülən sualların tipi başqadır, fərqlidir. Yəni, illər götürmə qabiliyyəti fərqlidir. Əslində qəbul olmasa heç nə dəyişmir də. Gəlin il tezdən imtahan verə bilər. Yəni bundan həyat Dünyanın dayanmır. sonu deyil. Yəni o qədər belə hallarla rastlaşmışıq. Bir də bir uşaq əgər indi yeniyetmə getdi, IT-də uğur qazandı, 10.000 qazandı. Bəlkə sizin övladınız memar olacaq, onu qazanacaq. Və daha çox qazana bilər. Və daha çox qazanacaq. Niyə məhz o istiqamətdə bura getsin deyə? Bilirsiniz, bugün ölkəmizdə əlavə təhsil artıq dəb halına gəlib, ikinci təhsil. Biz görürük ki, bugün ikinci təhsildə maraq 1-ə 5 artıb. Bilirsiniz, bu nədən qaynaqlanır? Vaxtı üçün o gənc olub, uşaq olub, nə ibtidai siniflərdə, aşağı siniflərdə valideyn onu fərqli istiqamətə yönəldib. O artıq gəlib 11-i qutarıb və özünü tanıyır. Qutarıb jurnalistikanı misal üçün artıq o özünü jurnalistika tapa bilmir və düşünür ki, mənim jurnalistikada yerim yoxdur. Sadəcə valideynlərin istəyinə görə qəbul olunmuşam. O memar olmaq istəyir. Artıq yenidən ikinci təhsil alıb memar. Orada əlavə 4 il itirir. Əlavə o bacarıqlar, bəli, həm də yaşın da söhbəti var. Təbii ki, həyat tərzində təsir olur. 17-22 yaşara, məsələn 30 yaşdan sonra bu memar olacaq hələ. Yəni burada görürsün, yenə valideyn istəyir ki, övladı uşaq ikən onu istiqamətləndirsin, amma bəzən yox, çox vaxt valideyn istəyir, elə bilir ki, müsbət eləyir, yaxşı eləyir, amma valideyn çox vaxt bilmədən uşağın yanlış yeri. Yəni uşağın istəkləri nəzərə alınmalıdır. İllər öncə hər hansı bir repetitor yanında hazırlıqda olanda testlərin arxada hazır cavabları olurdu. Bəzən oradan indi kimsə çatdırmayanda bunu götürürdü. Bəsər, yəni bundan rastlaşmışıq, bilməm sən rastlaşmısan yoxsa yox aynı. Bugünkü gündə isə ChatGPT var. Yəni bu xeyli şagirdlərin işini asanlaşdırır. Bir təhsil eksperti olaraq sizin fikriniz bizim üçün maraqlıdır. ChatGPT-nin bu qədər asan olması, hər sualımıza, hər bir mövzuya cavab verməsi nəyə gətirib çıxara bilər? Ümumiyyətlə, nəinki ChatGPT, ümumiyyətlə, süni intellekt çoxlu, artıq ondan da daha yaxşı formullar yaranıb. Eynən. Hə, yəni artıq ChatGPT-ni arxada qoyub və bu təbii ki, burada biz imtahana gedərkən bizim adi telefon və yaxud da başqa bir şey üzərimizdə olmur və öz beynimiz və kitabça ilə baş-başa qalırıq. Ola bilər, məsələn üçün, müəyyən qədər ChatGPT və yaxud da bu kimi süni intellekt alətləri bizə müəyyən istiqamət versin. Amma siz doğru vurğuluyorsunuz. Təəssüf ki, bəzən şagirdlər ev tapşırığını tamamilə bunun üzərində həll edir. Hətta indi pilot olaraq başlayıb, amma bütün məktəblərə bu hələ şamil olunmur. Məktəblərə uşaqlar telefon aparırlar. Bəzən bu məktəbdə belə bu artıq az yaşlı uşaqlar belə bundan istifadə, çünki çox rahatdır mühiti. Bəli, yeni təhsil platformasıdır, yoxlama Bəli, bunun üçün nəzarət olmalıdır. Yəni valideynin görə biləcəyi ən birinci iş uşağın üzərinə gəlməkdən və yaxud da onu əlavə yükləməkdən nəzarət olmalı. Bilirsiniz, nəzarət bəzən gizli olmalı, bəzən açıq-aşkar olmalıdır. Yəni, məsələn, elə ölkələr var ki, düzdür, bizdə hələ ki şamil olunmur. Elə ölkələr var ki, orada uşaqların, belə deyək, müəyyən saytlara, elə məsələn üçün, ChatGPT kimi süni intellekt alətlərinə girməsi qadağan olunub. Faktiki olaraq, əgər bu telefon uşağın adına keçirilirsə, müəyyən qədər orada valideyn informasiyaları daxil edir. O artıq hər resursa daxil ola bilmir. Çünki şagird həmin yaşda fərqinə varmı? Yəni, böyüyəndən sonra bir savadsız insanın formalaşmasına gətirib çıxaracaq daim belə süni vasitələrdən istifadə etmək. Yenə də biz hər kəsə savadlı olmağı arzulayırıq. Təhsil yolunda hər kəsə uğurlar arzulayırıq. Biz sizə də təşəkkür edirik ki, bizlə bərabər olub bu suallar ətrafında bax belə maraqlı müzakirəyə qoşuldunuz. Varsa söyləyəcəyiniz hər hansı bir mesaj, çağırışınız varmı? Çağırışınız varsa buyurun. Çağırış deyərkən ümumiyyətlə bu həm hər zaman səsləndirdiğimiz fikirlərdir. Yəni övladlarımız bizim üçün əzizdir, doğmadır. Təbii ki, bunların düzgün istiqamətlənməsi üçün, düzgün belə deyək, hədəfə çatması üçün biz əlimizdən gələn vasitələri doğru və düzgün istiqamətdə aparmalıyıq. Bir də həyata bir dəfə gəlirik. Biz də övladlar da, yəni bir dəfə şans verilir. Uğurlu olmaq gözəldir, amma uğurlu olmaqla yanaşı uşaqlar həm də xoşbəxt olmaq üçün yetişdirməyi bacarmaq lazımdır. Bu da vacib məsələdir. Çox sağ olun Rizvan bəy, minnətdarıq sizə. Təhsil eksperti Rizvan Fikrətoğlu bizim suallarımızı cavablandırdı. Olduqca vacib mesajlar ötürüldü deyə düşünürük. Təşəkkürümüzü bildiririk.